hörmətli anar müəllim və icra başçılarım, icra baş və ali baş komandam, hörmətli İlham Əliyev və hörmətli İlham Əliyev və öz və ali baş komandam. Buranın başçı günləri nə gündədir İlham müəllim? Faiz Nemazadə küçəsi nömrə 1 köhnə Neprovodun qarşısında zibillik var. Bax gör nə gündədir, bax gör osmos basıb, turbaları çıxardıblar, şeyin biri partaqdır. Buralar ağaçları sulamırlar, eləmirlər, baxmırlar, eləmirlər. Altı bu xanoydur. Qaçqınlara yol verirlər, bizim yolumuz da bağlıdır. Hörmətli İlham Əliyev, xahiş edirəm, Yevlağa gələndə Neprovoda gəl gör, nə gündə zavodu get-gedə sökürlər. Tumbanın biri yoxdur, o birisi yoxdur, bu çandır, şey eləyirlər, buralar, ağaçlar qupqurudur. Orada Ailə saat 1-yə orada yol açmışdım özümə ki, zavoda yol geçsin. Oranı da bağlı, bura özbaşınalıqdır. Xahiş edirəm, anar müəllimə təqdim edəyəsiniz ki, buranı açarsınız. Amma buranı betonları qaraçılar tərəfə bağlayasınız. Qaraçılar at oynadı. Xahiş edirəm, gəlin buraya, bunları bu Yevlax rayonun Neprovoduna yoluna ölçü götürəsiniz. Asfaltı yox. Hər şey cırıq. Öz cibimin pulu ilə ağac alıb əkirəm. Xahiş edirəm, dərəcəli sizdən xahiş edirəm. Gəlin bu çanları zadı yox eləyək ki, köhnə neft qaçartma zavodunu götürüb işlətməkdir. Özüm də sahibkaram. Xahiş edirəm, İlham Əliyev, xahiş edirəm. Bunlara işləməyənləri Kamarkoza bir ölçü göstərsin. Kamarkozun da pulunu mənim kartım nömrəsini açacağım sənə, ölçürəcəm. Kartın burası. Buraları səhərdən düz axşama kimi mən işləmişəm. İşçilərin biri, cavan qızları götürürlər. Biri ofisi qucağında oturur, biri bu ofisi qucağında işlədikcə, işdən sonra işçi qızlarının ağızlarına verirlər. Qəhbəlik yayı şeydə Kamarkoza qəhbəlik yayılır, Repdə qəhbəlik yayılır. Xahiş edirəm bunlara bir ölçü götürəsiniz. Hörmətli anar müəllim. Anar müəllim, bax gör buralar nə gündədir. Bax, çandır hər yer. Bax, adamın ayağı batanda, ağacın biri quruyur. Adamın ayağı batanda, adam öləndə, xəstəliyə, koronavirüslə tutulanda siz nə cavab verə bilərsiniz insan ölümünə? 125.5 cəmaatın öldürməyə cəhd maddəsinə sizi cinayət iştirakçıdır. Xahiş edirəm, bu qardaş Anarın qardaşı kimi, sizin köhnə iş yoldaşınız Anar Tağıyevin qardaşı kimi sizdən xahiş edirəm, dəfələrlə xahiş edirəm. Gəlin bura bir əncam qılın. Gəlin bu yollara asfalt çəkin, yolumuzu açın, qaraçıların yolları bağlayın. Qəbətçilərin yollarını bağlayın. Xahiş edirəm. Bizim qohumlarımız burada ola bizim yolumuzu bağlaya gelib qaraçıların yolunu niyə bağlamısınız? Qaraçılar burada yazmışsın ki, zibil tökmək qəti qazağandır. Götürüb qaçdan götürüb oğruyub tulluyurlar. Xahiş edirəm, dəfələrlə sizdən dərəcəli xahiş edirəm. Gəlin bu işdə əmcan çəkəsiniz. Tədbir görəsiniz. Siz Yevlax rayonuna icra başçısı qoyduğunuz Anar Tağıyev bura heç gəlməyib. Gəlib eləməyib. Sözümüzü, zadımızı deyə bilmirik. Polislər zaten bizim zıvinkanla döyür. Sözümüzü, zadımızı deyə bilmirik. Bütün qohumuna sözü deyə bilmirik. Tikan nə gündədir? Tikanı yandırmaq istəyirəm, xahiş edirəm. Gəlin bu stolbaları bir çıxardın, mən də başlayayım yandırmaq. Xahiş edirəm, gəlin buraya. Siz deyirsiniz ki, şəhəri, bütün rayon şəhər icra başçılarına deyirsiniz ki, şəhər icra başçılarına deyirsiniz ki, təmiz saxlayın rayonunuzu.
Rayonları bunlar təmiz saxlamırlar. Bunlar ciblərlə məşğullar. Bunlar korrupsiya ilə məşğuldurlar. Bunlar nə ilə məşğuldurlar? Korrupsiya olmasa, korrupsiya məşğul olmasa şeylə zona dəvəklər yeri bağlamamış, gəlib bizim yerimizi, bizim qovumların yeri, o tərəfi yeri Azərbaycan Ehtiyat Agentliyi nə gündədir ki, onların əmri ilə gəlib oranı bağladı. Göstəriş versə oranı. Oranı yox, oranı yox. Oranı yox. Azərbaycan məmurları qanunsuz sularını, qazlarını, hər şeylərini bağlamaq. Xahiş edirəm, hörmətlə sizin sakin Vaqif Tağıyev.